Hər vaxtınız xeyir dəyərli kanalımızın daimi və yeni gələn izləyiciləri. Dağların arasına sığınmış yaşıl bir sükutun necə böyük bir quruculuq meydanına çevrildiyini görmək istəyirsinizsə, doğru yerdəsiniz. Bəzən bir mənzərə minlərlə sözdən daha çox şey danışır. Bu videoda biz o mənzərələrin arxasındakı səssiz qəhrəmanlığı, qurulan yeni şəhərləri və addım-addım dəyişən bir coğrafiyanı izləyəcəyik. Zirvələrdən vadilərə, qədim divarlardan müasir infrastruktura qədər. Gəlin bugünün gerçək mənzərəsinə birlikdə baxaq. Ağdərənin Vəngikəndi Xaçınçay sahilində tarixin dərin qatlarına açılan bir qapıdır. Kəndin adı memarlığın incisi olan Gəncəsər Monastır kompleksindən alıb. Vəngliyə ayaq basanda ilk hiss etdiyimiz şey havanın təmizliyi və suyun səsidir. Xaçınçayın sahilində yerləşən bu kənd sanki nəhəng bir təbii amfiteatrın mərkəzindədir. Ətrafdakı sıldırım qayalar və sıx meşələr bura vəhşi, eyni zamanda sirli bir gözəllik bəxş edir. Buranın təbiəti adi mənzərə deyil, əsrlər boyu bu torpaqlarda həyatın necə güclü olduğunun canlı sübutudur. Gözünüzü dumanlı dağlardan, qulağınızı isə çayın şırıltısından ayıra bilməyəcəksiniz. Burada palıd, vələs, fıstıq meşələri o qədər sıxdır ki, ilin hər fəslində rənglər palitrası dəyişir. Xüsusilə payız aylarında kəndin ətrafı qızıl-qırmızı bir dənizi xatırladır. Yay, yaz da ki, bambaşqa. Vəngli təkcə çayı da deyil, həm də dağların bağrından süzülüb gələn buz kimi bulaqları ilə məşhurdur. Hadrut adi bir yaşayış məntəqəsi deyil, Qarabağın cənub qapısı, uca dağların arasına sığınmış strateji bir qala kimidir.
Hadrutun adının etimologiyası belə onun coğrafiyasından danışır. Qacarlar dövründə farsça iki çay arası Dahurut deməkdir. Qozluçay və Görəzunçay arasında yerləşən bir qəsəbə. Sanki təbiətin özü tərəfindən müdafiə olunur. Buranın relyefi mürəkkəb, lakin valehedicidir. Dağların ətəklərində yerləşən Hadrut əsrlər boyu həm ticarət yollarının, həm də hərbi strateji nöqtələrin mərkəzində olub. Burada hər daşın altında bir tarix yatır. Qədim Alban mədəniyyətinin izlərindən tutmuş, orta əsrlərin memarlıq nümunələrinə qədər. Lakin Hadrutu fərqləndirən əsas cəhət onun mikroiqlimidir. Rütubətli meşə havası ilə dağ sərinliyinin harmoniyası bura xüsusi bir aura qatır. Bugün Hadrutda gedən işlər əslində qəsəbənin yeni simasının yaradılmasıdır. Yenidən qurma işlərində Hadrutun özünə məxsus memarlıq üslubu, daş divarlar və qədim küçə strukturu qorunub saxlanılır. Müasirlik burada keçmişi silmir, onu tamamlayır. Şükürbəyli Cəbrayıl Hadrut və Füzuli Hadrut avtomobil yollarının inşası bölgəni əsas nəqliyyat qovşaqlarına bağlayır. Bu, Hadrutu gələcəyin əsas turizm mərkəzinə çevirmək üçün atılan fundamental addımdır. Hazırda qəsəbədə yaşayış məhəllələrinin inşası, məktəb və xəstəxana binalarının bərpası sürətlə davam edir. Məqsəd sakinlərin qayıdışı üçün yüksək texnoloji və ekoloji standartlara cavab verən mühiti yaratmaqdır. Hadrutun ətrafındakı meşə massivləri və çınar meşəsi ekoturizm üçün yenidən planlaşdırılır. Dünyanın ən yaşlı çınarlarından biri burada yerləşir. Hadrut bugün sükutdan oyanır. Artıq keçmişin ağrılarını deyil, gələcəyin dinamikasını təmsil edir. Əgər bir yer həm qədimliyi, həm ən müasir şəhərsalma texnologiyalarını özündə birləşdirə bilirsə, o məhz bugünkü Hadrutdur.
Bugünlük seyahatimizin sonuna geldik. Ümid edirəm ki, bölgələrimizin həm keçmişinə, həm də bugünkü simasına bərabər baxmaq sizin üçün də maraqlı oldu. Bu kanalın gələcəyi və bu cür geniş miqyaslı çəkilişlərin davam etməsi birbaşa sizin dəstəyinizdən asılıdır. Platformanın alqoritmləri, yəni videonu bəyənməyiniz, fikirlərinizi şərh bölməsində bölüşməyiniz və kanala abunə olmağınızla ölçülür. Heç bir maddiyyat deyil, söhbət mənəvi dəstək və sizin maraqlarınızla birgədir. Motivasiya üçün var olun. Dəstəyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda, yeni coğrafiyalarda görüşənədək sağ olun.